Hər birinizi xoş gördük. Bu günləri biz ali təhsil müəssisələrinin qəbul imtahan modelinə uyğun 3-cü qruplar üzrə 20 sınaqlıq test toplusundan tam proqramı əhatə edən hissədən 12-ci sınağa baxacağıq. Onların izahını ətraflı şəkildə verəcəyik. Sınağın izahına keçməmişdən əvvəl kanalımıza abunə olmağı unutmayın ki, növbəti videoların izahına da baxasınız. Ümumi 3-cü qruplar bitdikdən sonra 2-ci qruplar üçün də olan sınaqların izahı veriləcək. Gəlin indi isə başlayaq sınağın izahına. Birinci suala baxırıq. Kutilərin İkiçərəsi hakimiyyəti dövründə Kutilər 22-ci əsrdə İkiçərəsində, yəni Mesopotamiya ərazisinə yürüş etdilər. O ərazini tutub 100 il öz hökmranlığını o ərazidə qoruyub saxladılar. Onların həmin ərazidə onlar üçün həm müsbət, həm mənfi cəhət olan yerli idarəçilərə dəymədilər və sonra onlar həmin o yerli məmurlar Kutilərə qarşı üsyanlar elədilər. Hətta Kutilərdə sonuncu hökmdar Trikana qarşı 40 gün hakimiyyətdə qalan Trikana qarşı üsyan nəticəsində Trikan devrilir və Kutilərin ikisi arasında hakimiyyəti başa çatır. İkiyə baxaq, şəhərlərarası toqquşmalara və daxili çəkişmələrə son qoyuldu. Bəli, sabitlik yaranmışdı. Üçə baxırıq, mövcud Akkad və Şumer idarəetmə sistemi tamamilə dəyişdirildi. Tamamilə dəyişdirilməmişdi. Hətta Akkad və Şumer canişinləri vasitəsilə həmin ərazilər idarə olunurdu. Xarici hücumların qarşısı alınaraq ticarət yollarında əmin-amanlıq yarandı. Bəli, tamamilə doğrudur. Təqsirləndirilən şəxslər hakim qarşısında özlərini müdafiə etməyə icazə verdi. Belə bir ifadə yox idi. Cavabımız B variantıdır bir də. Növbəti suala keçək. İkinci sual. Manna hökmdarı Aşeri Atropatena hökmdarı Artabazdan fərqli olaraq. Manna hökmdarı Aşerin hakimiyyətləri 675-dən 650-yə qədərdir. Atropatenada da deməli Artabaz, Ariobarzan, Ariovast olmuşdur hakimiyyətdə. Deməli, baxırıq Aya Roma qoşunlarına qarşı döyüşdə qalib gəldi. Aşerinin Manna hökmdarının dövründə Roma qoşunları nə gəzirdi? Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində devrildilər. Deməli, bəli, bu cavabımız B variantıdır. Mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində devrildilər. C variantına baxırıq. Yadelli hücumlarına qarşı mübarizə apardı Artabaz. Suriya həmçinin İkisinə də uyğun kimi götürə bilərik əslində bunu. Yadelli hücumlarına qarşı mübarizə həm Ahşeri, həm Artabazın dövründə olmuşdur. Çünki Ahşeri Asurlara qarşı mübarizə aparmışdı. Artabaz da Yadelli hücumlarına qarşı mübarizə aparmışdı. Suriya padşahlığına qarşı mübarizədə qalib gəldi. Suriya padşahlığına qarşı mübarizədə qalib gəlmə söhbəti yoxdur. Asuriyaya qarşı mübarizədə Roma ilə ittifaqa girdi. Roma, Asuriya nə əlaqə? İskitlərlə ittifaqa girmişdi Ahşeri. Üçə baxırıq. Dehli sultanlığından fərqli olaraq Teymurilər dövləti. Dehli sultanlığı mövcud olmuşdu 1206-dan 1526-ya qədər. Dehli Diogir paytaxtı idi. Teymurilər dövlətinə baxırıq. Teymurilər dövləti 1370-dən 1507-yə qədər mövcud olmuşdu. Şeybanilər varlığına son qoymuşdu. Teymurilər dövlətinin paytaxtı Səmərqənd və Herat olmuşdu. Qobi səhrası məsələsi Teymurilər dövlətində var idi. Hətta Şahruğun dövründə Teymur intibahı dövrü adlandırılır. A variantına baxırıq. Sərbədarilər üsyanı yatırılaraq Mavənnəhər tabe edildi. Deməli, sərbədarilər üsyanı yatırılaraq Sərbədarilər üsyanı dövründə hələ Teymurilər dövləti mövcud deyildi. Teymurilər dövləti mövcud olub 1370-də, Sərbədarilər üsyanı isə 14-cü əsrin 60-cı illərinə aiddir. Ona görə bu aid edilə bilməz. Monqollara qarşı baş vermiş bu üsyan idi. Sənətkarlar həmin üsyanda fəal şəkildə çıxış edirdilər. Deməli, B variantına baxırıq. Mühüm ticarət məntəqələri olan Hələb və Şam şəhərləri ələ keçirildi. Bəli, cavabımız elə B variantıdır. Teymurilər, Dehli Sultanından fərqli olaraq Teymurilər dövləti Hələb və Şam şəhərlərini ələ keçirmişdilər. Digər cavablar uyğun deyil. Növbəti sualın izahına baxaq. Deməli, Azərbaycan Erkən Tunc dövrünə aid edilən qədim ibadət evlərinin yerləşdiyi əraziləri müasir xəritədə müəyyən edilir. Xəritəyə baxırıq. 1 Aradı, 1 Xaçmaz ərazisidir, 2 Aradı, 2 Qazax ərazisidir, 5 Aradı, Səlyan ərazisidir, 3 Xocavənd ərazisidir, 4 də Culfa Naxçıvan ərazisidir. Biz baxırıq, deməli, ibadət evləri Erkən Tunc dövründə yaranmışdı. Baba Dərviş, Sərkərtəpə, Maxda əraziləri, Maxda Naxçıvandaydı. Baba Dərviş Qazaxdaydı, Sərkərtəpə də Xaçmazdaydı. Ona görə cavabımız 1, 2, 4 olacaq.
C variantı. Növbəti sualın izahına keçirik. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Şirvanşahlar dövləti mövcud olub 861-dən 1538-ə. Eldənizlər dövləti mövcud olub 1136-dan 1225-ə. Hər ikisi şimalda yaranmışdı. Biz o feodal dövlətləri deyirdik. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar. Şırşılar şimalda yaranıb. Şəddadilərlə Şirvanşahlar şimalda yaranmışdı. Eldənizlər dövlətinin də paytaxtını Naxçıvan kimi düşünsək, yəni Naxçıvan olduğunu düşünsək, Naxçıvan da Azərbaycanın şimal ərazisidir. Ona görə də şimalda yaranmış dövlətlər idi. Deməli, baxaq, Araz çayının şimalda olan Azərbaycan torpaqlarında yaranması bu hər ikisinə oxşar cəhətdir. B variantına baxırıq. Böyük Səlcuq sultanının asılı hala düşməsi, bəli, 1066-cı il Qaratəkin, Sərkərdə Qaratəkin yürüşü nəticəsində Şirvanşahlar dövləti Səlcuqların asılı vəziyyətə düşmüş və Şirvanşahların işğalı ilə bütün Azərbaycan torpaqları Səlcuqların hakimiyyəti altında olmuşdu. C variantına baxırıq. Xorasan, Rey, Həmədan vilayətlərinin tabe edilməsi bu Eldənizlər dövlətinə aiddir. Hətta bir müddət Xərəmşahlarla mübarizə gedir 1194-cü ildə, 94-97-ci illərdə. Monqol hücumlarına qarşı Gürcülərlə ittifaq qurması bu Eldənizlər dövlətinə aiddir. Y variantına baxırıq. Xarəmşahlara qarşı mübarizə aparmışdı. Bəli, demək Xarəmşahlara qarşı mübarizə aparıb həm Şirvanşahlar dövləti, həm də Eldənizlər dövləti. Davam eləyək. Burada bir dənə maraqlı məqam odur ki, yəni şagirdlərin çaşdırdığı məqam odur ki, 5-də Y variantı Xarəmşahlara qarşı mübarizənin aparılması. Bəzən şagirdlər düşünür ki, Şirvanşahlar dövləti mübarizə aparmayıb, amma Şirvanşahlar dövləti ilə Xarəmşahlar dövləti mübarizə aparıb. Bu yaddan çıxmasın, qəbul imtahanında rastınıza çıxa bilər. 6-cı sualın izahına baxırıq. Sacilər və Qəznəvilər dövləti üçün oxşar cəhəti müəyyən edin. Deməli, baxırıq. Türk əsilli sülalələr tərəfindən qurulması doğrudur. Qarluq tayfalarına qarşı mübarizədə məğlub olmaları bu aid deyil. Oxşar cəhət istəyir bizdən. Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranmaları, bəli, Abbasilər xilafəti zəifləməsi nəticəsində yarandı. Hətta Azərbaycanda yarandı. Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Mərkəzi Asiyada Qəznəvilər və Qaraxanilər dövləti yaranmışdı. Bu doğrudur. Samanilər uğurlu mübarizə aparmaq. Həm Sacilər, həm də Qəznəlilər Samanlərlə mübarizə aparıb. Qaraxani Qəznəvi Birləşmiş Qoşunları Samani qoşunlarını məğlubiyyətə uğratmışdı. İslam mənbələrində Əfrasiyəb sülaləsi kimi tanınması Qaraxanilərə aiddir. Bu heç birinə aid deyil. Altda cavab B variantıdır. 7-yə baxırıq. ABŞ-ın ərazisinin genişlənməsini təmin edən amillərdən deyil. Deməli, baxırıq. 1. Avropa dövlətləri arasında mövcud olan ziddiyyətlər aiddir. Dünya müstəmləkə sisteminin iflasa uğraması aid deyil. Ölkənin Avropa və Asiya qitələrindən kənarda yerləşməsi aiddir. Avropa ölkələrində baş verən inqilabi hərəkatlar aid deyil. Amerika qitəsində ona rəqibin olmaması. Bəli, deməli, aid olanlar bizdə baxırıq. Avropa dövlətləri arasında mövcud olan ziddiyyətlər, deməli, ölkənin Avropa Asiya qitələrindən kənarda yerləşməsi və rəqibinin olmaması. Bu aid olanlardır. Aid olmayanlar isə müstəmləkə sisteminin iflasa uğraması və inqilablar idi. Deməli, uyğunluq gözlənilmişdir. 8-ci suala baxırıq. Uyğunluq gözlənilmişdir. Monqollara qarşı mübarizə apararaq Xarəmşahlara öz ərazisinə sığınacaq verdi. Sultan Əlaəddin yox, el tutmuş idi. Yanlışdır. Əmir Teymurla Cənubi Qafqaz uğrunda mübarizə aparan Sultan 1-ci Mehmet o Cənubi Qafqaz mübarizə aparıb, amma Cənubi Qafqaz uğrunda yox. Çünki 1402-ci ildə Anadolu uğrunda Ankara döyüşü olub. Deməli, Polşa və Alman qoşunlarını Macarlara qalib gəlmişdir. Toxtamış yox, Batıxan vahid ölçü çəki sistemi tətbiq edilmə, vergi sistemini nizama saldı. Əkbər Şah cavabımız D variantıdır. Xüsusi strateji əhəmiyyətə malik Kipr adasını fəth etdi Sultan 1-ci Səlim. Kipr adı, deməli uşaqlar, buna diqqət edin ki, Kipr adasını 2-ci Səlim, 1-ci Səlim yox, 2-ci Səlim tutub 1571-ci ildə. Kritlə Kipri həmişə şagirdlər qarışdırır. Krit 1669-cu ildə Körpülü Mehmet Paşanın oğlu Fazil Əhməd Paşanın dövründə baş vermişdi. Amma deməli Kipr adasının tutulması isə 1571-ci ildə 2-ci Səlimin dövründə baş vermişdi. 9-cu suala baxırıq. Şimali Azərbaycana 1912-ci il aqrar qanununa görə bu aqrar qanunlarla bağlı məsələ YouTube kanalımda video şəklində verilib. Kanalımıza abunə olub həmin videoları rahat şəkildə izləyə bilərsiniz. Şimali Azərbaycana 1912-ci il aqrar qanununa görə
Baxırıq. Kəndli yalnız torpaq nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Bəli, bu aiddir. Dərbənd quberniyasının Sarıkər kəndləri mülkiyyət daşımaqdan azad edildi. Bu yanlışdır. Kəndlilər onların xüsusi mülkiyyəti elan olunan pay torpağını satın almalıdırlar. Doğrudur. Zaqatala dairəsində feodal asılı münasibətləri məhdudlaşdırıldı. Xeyr, 1913-cü il Zaqatala dairəsinə aid edilmişdi. Çəmən otlaq meşə sahələrinin satın ala bilməzdi. Bəli, tamamilə doğrudur. Deməli, 10-cu suala baxırıq. Uyğunluq gözlənilmişdir. Qaravul və Təvaki. Deməli, Qaravul nə idi? Qaravul 15-ci əsrdə kəşfiyyat işini həyata keçirirdi. 1-ə D variantıdır. Təvaki isə vilayətlərdə qoşun toplayan, onların sayını dəqiqləşdirən məmur idi. Baxın, burada A variantında verilib Səfəvilər dövründə xüsusi kəşfiyyat dəstələri idi. Təvaki Ağqoyunlu, Qaraqoyunlu dövlətində olmuşdu. 11-ci suala baxırıq. Almaniyanın ildırım sürətli müharibə planı boşa çıxdı və Sovet qoşunları əks hücum əməliyyatı ilə Alman qoşunları darmadağın etdi. Göstərilən nəticəsi təbii ki, ildırım sürətli müharibə planı, diqqətlə qulaq asın uşaqlar. Birinci Dünya müharibəsində Marna döyüşündə 1914-də, İkinci Dünya müharibəsində isə Moskva döyüşündə 1941-də, 14-41, Marna, Moskva. Aydındır. E, deməli, baxaq o birislərə, məsələn, Stalingrad döyüşü deməli, müharibədə dönüş nöqtəsi idi. 1942-də başlamışdı. Krusla 43-də başa çatmışdı dönüş. Deməli, Pearl Harbor döyüşü burada var. Pearl Harbor döyüşü 1900 deməli 41-ci ildə olmuşdu və ABŞ müharibəyə qoşulmuşdu. İkinci Dünya müharibəsinə qoşulmuşdu. Deməli, ona görə 11-də cavabımız Y variantıdır. Növbəti suala baxırıq. 12-ci sual. Böyük Britaniyanın müstəmləkələrdən məhrum olması nəticəsində, deməli, ölkənin zəruri ərzaq mallarına olan tələbatını qarşılamaq çətinləşdi. Bəli, çünki digər dövlətlərdən istismar edir də Böyük Britaniya. Hansı əraziləri istismar edir? Çini, Hindistanı. Demək, iqtisadi və sosial sürətlə inkişafa qədəm qoydu. Uşaqlar, mən yenə vurğulayıram, o ingilis dilində dialoq sualları var. Mənfi, mənfi, müsbət, müsbət. Əgər bir şey mənfidirsə, müsbət ola bilməz. İqtisadi inkişaf oldu. Bilirsiniz, belə məntiqi suallar qəbul imtahanlarında 3-4 dənə olur. Ya olur orada iqtisadi münasibətlərə aid, sosial münasibətlərə, siyasi münasibətlərə. Şagird iqtisadi ilə siyasini qarışdırır, səhv eləyir. Daxili ilə xaricini qarışdırır, səhv eləyir. Bir də müsbətlə mənfini qarışdırmaq lazım deyil. Demək, ona görə cavabımız elə A variantıdır. Deməli, 13-cü suala baxırıq. 13-cü sualda Azərbaycan Respublikasının 2002, 2009, 2016-cı il tarixinə oxşar cəhət, təbii ki, konstitusiyamıza əlavə və düzəlişlərin olması aiddir. Baxın uşaqlar, bu illəri əzbər şəkildə bilməz. Bax, qəbul imtahanında tez-tez şagirdlərin rastlarına çıxan mövzulardan biridir. Yəni 2002, 2009, 2016. Deməli, konstitusiya əlavə düzəlişlər hər 5 ildən bir həyata keçirilir. İndi onu mən başlıq kimi post hissəsində paylaşaram. Yəni konstitusiya əlavə düzəlişlər, bələdiyyə seçkiləri, prezident seçkiləri, parlament seçkiləri. Məsələn, prezident seçkiləri 2003, 2008, 2013, 2018, 2024-cü ildə olmuşdur. Məsələn, parlament seçkiləri 1995-dən başlanmış müstəqil Azərbaycan 2000, 2005, 2010, 2015, 2020. 1995-dən 5 il hesablamaq lazımdır. Deməli, daha sonra davam eləyək biz. Amma konstitusiya əlavə düzəlişləri də 95-dən götürürük, amma ona biz 5 il yox, 7 il əlavə edirik. Aydındır, konstitusiya əlavə düzəlişlər 7 ildən bir, yəni referendum düzəlişləridir bu, amma parlament seçkiləri isə 5 ildən bir həyata keçirilir. Burada yerli idarəetmə orqanları var. Bu bələdiyyələrdir. Bələdiyyələrin seçkiləri 99-cu ildən başlanmışdı. 1999, 2004, 2009, 2014, 2019-cu illərdə olmuşdu. 14-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Deməli, Ərdəbil hakimi Şeyx Cüneydin Dağıstana və Şirvana yürüşü nəticəsində Şirvan və Ağqoyunlu Birləşmiş Qüvvələri məğlub edildi. Bəlkə Qaraqoyunlu qüvvələri məğlub edilib. Ağqoyunlu qüvvələri yox. Deməli, ona görə bir aid deyil. 2-yə baxırıq. Səfəvlərin Şeybani xanı məğlub etməsi Əmudəriyyəyə qədər bütün Xorasan Səfəvlərin hakimiyyəti altına düşdü. Bəli, tamamilə doğrudur. 2 il düzgün götürürük. Çaldıran döyüşündə Cənənin məğlubiyyət olması 1514. Nasıla qədər Şərqi və Cənubi Anadolu torpaqları Səfəvlərə keçdi. Yanlışdır. Deməli,
Səfəvilərin əlinə keçdi deyəndə Çaldıran döyüşündə Səfəvilər məğlub olmuşdu. Osmanlı qüvvələri ilə Səfəvilər arasında Burd qalası yaxınında döyüşün baş verməsi 1554 uğur əldə edə bilməyən Osmanlı sultanı sülh bağlamağa məcbur oldu. Və Sultan Süleymanın yürüşləridir. 1534, 35, 48, 54-cü illər. 15-ci suala baxırıq. 1920-ci il aprel ayının 20-də Sovet ordusu Yalama Bakı əməliyyatına başladı. Aprelin 27-sinə 28-nə keçən gecə AXC parlamentinin sonuncu iclasında sosialist deputatların tələbi ilə hakimiyyətin müəyyən şərtlərlə yerli müsəlman kommunistlərə təhvil verilməsi ilə bağlı qərar qəbul edildi. Qərara əsasən Azərbaycan müstəqilliyi qorunub saxlanılmalı idi. Bəli, tamamilə doğrudur. Bir də hökumət idarəetmə orqanı deməli kommunistlərə verilməlidir. Kommunistlərin yaradacağı hökumət müvəqqəti orqan olmalı idi. AXC-nin milli ordusu Sovet ordusu nümunəsində yenə qurmalıdır, yanlışdır. Sonra keçmiş hökumət nümayəndələrinin mülkiyyətində dövlət ixtiyarına verməlidir, yanlışdır. Respublika daxilində milliləşdirmə siyasətindən imtina edilməli idi, yanlışdır. 16-cı sual baxırıq. Böyük Sərdir Sultanı 1-ci Məlikşah 1072-1092-ci illərdə olmuşdu. Deməli, Məlikşahın hakimiyyəti dövründə baş vermişdi. Baxırıq, ölkədə daxili qorub saxlamışdı. Daxili qorub saxlamışdı, amma bizlə qarşı hərbi əməliyyatlara son qoymamışdı. İmperatorluğun mərkəzi Həmədana yox, İsfahana köçürmüşdü. Qaraxaniləri məğlub edərək Asya veziri saldı, vergilər verməyə məcbur etdi. Belə cavabımız C variantdır. Kongo və Ankara şəhərləri Monqollara güzəştə getdi, yox, oranı işğal eləmişdi. Özdə Monqollar həmin dövrdə yox idi. Monqollarla sülh müqaviləsi bağlanması yanlışdır. İkinci Dünya müharibəsinin baş verdiyi illərdə xəritədə rəqəmlə verilmiş bölgələrin erməni işğalından azad edilmə ardıcıllığını müəyyən edin. Baxaq. Deməli, 4 Cəbrayıldır, 1 Füzulidir, 2 Kəlbəcərdir, 3 də Laçındır. Uşaqlar, baxın, Cəbrayıldan başlayırsa yuxarı bir ox gedir, bir də aşağı Zəngilana gedir. Zəngilandan qalxanda Qubadlıya gedir. Belə-belə Ağdam, Kəlbəcər, Laçın isə müqavilə ilə işğaldan azad edilmişdir. 18-ci suala baxırıq. Azərbaycan Respublikasının tarixinə uyğunluğu müəyyən edin. Baxaq, deməli, mətbuat üzərində senzuranın ləğv edilməsi 1998-ci il doğrudur. Aqrar islahatın keçirilməsi 1996-cı il, bu da doğrudur. Əsrin müqaviləsinin imzalanması 1994-cü ilə aiddir. Növbəti suala keçək. Dövlət limitinin qəbul edilməsi 91 deyil. Azərbaycan SSR və Seyid Cəfər Pişəbəri hökumətlərinin həyata keçirdiyi tədbirə baxaq 19-cu suala. Deməli, hər ikisi həm Azərbaycan SSR, həm də Seyid Cəfər Pişəbəri deməli milli fəaliyyətlərin fəaliyyətin məhdudlaşdırılması yanlışdır. Vallı kənd təsərrüfatının sürətlə çıxarılması yanlışdır. Aqrar islahatının keçirilməsi hər ikisinə oxşar cəhətdir. Hər ikisi aqrar islahat keçirmişdi. Məsələn, Azərbaycan SSR konstitusiya qəbul edilmişdi. Seyid Cəfər Pişəbərdə konstitusiya qəbul edilməsi olmaz. Kollektivləşməyə qarşı üsyanlar 30-cu illərdə başlanmışdı. Seyid Cəfər Pişəvəri hökuməti isə 45-ci illərdə rəhbərlik etməyə başladı. 20-ci il Xiyabani idi, 45-ci illərdə Seyid Cəfər Pişəvəri idi, aid ola bilməz. 20-yə baxırıq. İllik olaraq Çar xəzinəsinə xərac ödəməli idi. Xarici siyasət məsələlərində Çarın nümayəndəsi ilə razılaşmalı idi. Xan və xanlığın bütün əhalisi əbədi olaraq Rus təbəəlindən qəbul olunurdu. Cavabımız təbii ki, Kürəkcan müqaviləsi 1805-ci ildə imzalanmışdı. Türkmənçay 1828-ci ildə imzalanmışdı. Belə bir şərt yox idi. Gülüstan 1813-də imzalanmışdı. Georges 1802-də imzalanmışdı. Ədirnə müqaviləsi 1829-cu ildə imzalanmışdı. Bir Georges müqaviləsi var, bir də traktat var. Traktat 1783-dür. Kartokratiyyanın Rusiyanın tərkibində keçməsi. Bir də xanlıqlarla imzalanmış Georges müqaviləsi var 1802-də. 21-ci suala baxırıq. Qacar qoşunlarının məğlub olduğu döyüşlərin düzgün xronoloji ardıcılığını düzün. Müharibə başlayanda Qəmərli və Qarababa döyüşlərində qı var, görürsünüz. Hər ikisində ruslar məğlub olmuşdu. Deməli, 1804-1809-cu illərdə olmuşdu. Deməli, ruslar məğlub olmuşdu, amma bizə Qacarlar məğlub olmuşdu. Deməli, 1-i 3-ü cavabdan çıxsaq, cavabımız avtomatik, yəni bizə bəlli edir ki, cavab B variantıdır. 5 Aslan Düz döyüşü 1812, 4 Gəncə 2-ci Rus-Qacar müharibəsində, 2 Sərdəbat 1827-ci ildə olmuşdu. Deməli, illəri bu bizə xronoloji ardıcılıq istəyir. 5812, 4826, Sərdarabad da 1827-ci ildə olmuşdu. 22-ci suala baxırıq. İqtisadi ağalıq və nüfuz dairələrində uzaq şərqdə rəqabət kəskinləşdi. Yaponiya bu zaman SSR ilə mübarizə aparırdı. Sovet Rusiyasına mübarizə aparırdı. Xəritəyə baxsaq, deməli, xəritədə 4 ərazi Çin ərazisidir, 5 Monqolistan ərazisidir, 3 Hindistandır. Hindistanın, baxın uşaqlar, Hindistanın üst hissəsi
Pakistandır. Pakistanın üstü Əfqanistandır. Əfqanistanın üst hissəsi Türkmenistandır. Deməli, iki də Rusiya arasıdır. Bizə elə iki lazım idi. Ona görə cavabımız A variantıdır. Növbəti suala keçirik. Rusiya tərəfindən hazırlanmış şərh məsələsi layihəsinin əsas mahiyyəti ondan ibarət idi ki, Azov və Qaradəniz sahilləri tam işğal edilərək bu dənizlərə çıxış əldə etmək. Deməli, biri götürürük, düzdür. Dnepr çayına şərqdəki torpaqları Rusiya nüfuzunu möhkəmləndirmək yanlışdır. Osmanlıya qarşı yönəlmişdi bu mərhələ. Osmanlı zəiflətmək istəyirdilər. Bosfor və Daldərən boğazları üzərində nəzarəti ələ keçirmək doğrudur. Əsas məqsədlərinə. Demək, Azov, Qaradəniz. Dənizlərdən Azov, Qaradəniz, boğazlardan Bosfor, Daldərən boğazları. Fikir verin. Azov və Qaradəniz, Bosfor və Daldərən boğazları. 5, 4. Şərqi Anadolu dəniz ölkələrini xristianların himayəsinə çevirmək yanlışdır. Yunan layihəsini keçirləşmək doğrudur. Şərq məsələsi ilə Yunan layihəsinin bir yerdə eyni mahiyyəti daşıyırdı. 24-cü suala baxırıq. 24-cü sualda Qarabağ xanlığının tabe etdiyi xanlıqları müəyyən edin. Təbii ki, Naxçıvan, İrəvan burada əsas xanlıqlardandır. Naxçıvan, İrəvan, Ərdəbil və Gəncə xanlıqları Qarabağ xanı Pənahəli xan tərəfindən işğal olmuşdur. 25-ci suala baxırıq. Şirvanda Kəsranilər sülaləsinin hakimiyyət dövrünə baş vermişdir. Şirvanda 3 sülalə vardır. Məziədlər, Kəsranilər, Dərbəndlər. Məziədlər 861-dən 1027-yə, Kəsranilər 1027-dən 1382-yə, 1382-dən 1538-ə qədər Dərbəndilər sülaləsi olmuşdur. Səlcuq Sultanı Mahmudun yürüşləri 1123-dür. Teymur dövlətinə qarşı döyüşdə iştirak etməklə Teymurlar Azərbaycan 1386-cı ildə gəlir. O zaman Dərbəndlər idi. Gürcü Çarı 3-cü Georgiyə qarşı yönəlmə 175 bu ümumiyyətlə aid deyil. Cəlari Şeyx Üveysə qarşı Şeyx Üveys deməli biz Şeyx Üveysi harda götürürük? Şeyx Üveysin məsələn Şirvan tutandan sonra Azərbaycan hakimiyyəti olmuşda 1367-ci ildə. Onda da Kəsranilər sülaləsi mövcud deyildi, Dərbəndlər sülaləsi mövcuddur. 5. Eldənizlər dövlətinin vasalının yerindən qəbul edilməsi aiddir. 26-cı suala baxırıq. Xronoloji ardıcıllığı müəyyən edin. Hilat döşü 731-dir, Hilat şəhəri ətrafında. Dərbənd və Şirvan hakimi Şəhriyar 643-dür, Cənubidən yaxınlığı döş 642-dir. Ərəb qoşunları tərəfindən Bələncənin tutulması deməli Ərəb qoşunları tərəfindən Bələncə şəhərinin tutulması 737-ci ildə Bələncə şəhəri tutulmuşdu. Ən axırıncı bu olacaq. Davam edirik. Uyğunluğu müəyyən edin. Osmanlı Sultanı 1-ci Mahmud və Osmanlı Sultanı 2-ci Mahmud. 1-ci Mahmud hakimiyyətləri 1730-dan 1754-dədir. 2-ci Mahmudun hakimiyyətləri 1818-dən 39-dadır. Deməli, biz götürürük 1-ci Mahmuda aiddir. Məsələn, baxaq A variantına. Xüsusi məktəb və kağız istehsal edən müəssisənin açılması 1-ci Mahmuda aiddir. Mərkəzi idarəetmə orqanları Nazirlik 2-ci Mahmuda aiddir. Biri geriləmə dövrü, biri durğunluq dövrünün daha doğrusu dağılma dövrünün sultanlarındandır. Deməli, mərkəzi idarəetmə orqanlarına Avropa nümayəndə Nazirliyi 2-ci Mahmudun dövründədir. Hərbi len sisteminin ləğvi haqqında əmrin verilməsi 2-ci Mahmudun hakimiyyəti dövründədir. Timar torpaqlarının əvvəlki sahiblərinə qaytarılması yox, dövlətin mülkiyyətinə keçir 2-ci Mahmudun dövründə. Bu yanlışdır. Qumbara atanlardan ibarət qoşun növünün yaradılması isə 1-ci Mahmuda aiddir. 28-ci sual mətn sualıdır. Mətnə baxaq. 20-ci əsrin 30-cu beynəlxalq vəziyyətin gərginləşməsi Bosfor Dardəli məsələsini yenidən gündəmə gətirdi. Türkiyənin müraciəti əsasında Boğazlar məsələsinin yenidən baxılması İsveçrədə Montreux konfransıdır. 1936-cı ildə keçirilmişdir. O konfransdan bəhs eləyir. Deməli, baxaq. Deməli, mənbədə bəhs olunan konferansın adını yazın dedik. Mənbədə bəhs olunan konferansda ABŞ-ın iştirakına mane olan amili yazın. ABŞ Konqresinin 1935-də qəbul etdiyi bir tərəflik haqqında qanun 36-cı il konferansda iştirakına mane olur. 30-cu sual mənbədə bəhs olunan konvensiyasında Türkiyənin boğazlarda əldə etdiyi üstünlüklərin mənbədə olmayan nəticələrindən ikisini yazın. Demək, Türkiyə boğazlar məsələsində böyük üstünlük qazandı. Türkiyə boğazlarda gəmilərin keçidini birbaşa tənzimləmək səlahiyyəti verildi. Yəni onun icazəsi olmadan heç kim o dənizlərə gedə bilməzdi. Qara dənizə çıxış olmayan dövlətlərin hərbi gəmiləri boğazdan keçmək qadağan edildi.